Bugünkü dərsimiz 7-ci sinif dərslikdə olan canlılar aləminin müxtəlifliyi və onların öyrənilməsidir. Birinci fəsildə nədən söhbət gedir? Biz bilirik ki, biologiya elminin bir çox sahələri vardır. Məhz burada morfologiyanı, anatomiyanı göstərilib. Morfologiya nə deməkdir? Morfo, forma, logos elm demək idi ki, canlı orqanizmlərin həm xarici, həm də daxili quruluşunu öyrənən elm sahəsi morfologiya adlanırdı. Bitki morfologiyası var, heyvan morfologiyası və s. Anatomiya sözünün mənası yarıram demək idi. Orqanizmlərin daxili quruluşunu öyrənən elm sahəsidir. Və biz bilirik ki, burada biologiyanı öyrənmək üçün bir çox metodlar vardır. Həmin bu metodlar nədir? Metod yol tədqiqat, dərk etmə deməkdir ki, metodlar müşahidə metodu var, eksperiment var, ölçmə üsulu vardır. Müşahidə nə deməkdir? Duyğu orqanlar vasitəsilə ətraf mühitdə baş verən dəyişkənlikləri öyrəniriksə, bu müşahidə üsuludur. Və müşahidə üsulunun zamanı öyrəndiklərimizi də biz laboratoriyada eksperimentum, yəni eksperimentum sözünün mənası isə burada qeyd olunub, təcrübə sınaq deməkdir ki, həmin o təcrübə və sınaqdan istifadə edərək müşahidə nəticəsində irəli sürülən mülahizəni, fikirləri, yəni onları yoxlayırıq, təsdiq edirik və yaxud da inkar edirik. Yadınızda qalsın, bizdə biologiyada əsaslandırma deyilən bir şey yoxdur. Ya təsdiq edə bilərik, ya da inkar edə bilərik. Və ölçmə üsulundan da istifadə edirik ki, məsəl üçün biz bitkilərə gübrələr verən zaman onlara məsəl üçün azotlu gübrələrin zoğların, gövdələrin zoğun, yarpağın inkişafına nə qədər təsir etdiyini göstərmək üçün ölçmə üsulundan da istifadə edirik. Deməli, hansı metodlar olduğu müşahidə, ölçmə, eksperimentum üsulundan istifadə etdik. Ən böyük metodlardan biri də mikroskopdur ki, mikros kiçik deməkdir, skopeo baxıram deməkdir. Biz bilirdik ki, işıq mikroskopu var idi. Məsəl üçün, işıq mikroskopu əşyanı 3600 dəfə, elektron mikroskopu əşyanı 10.000, 100.000 dəfələrlə və Antoni van Leeuwenhoek'un düzəltdiyi mikroskop isə əşyanı nə qədər böyüdürdü? 270 dəfə böyütmüş olurdu. Mikroskopun hissələri haqqında da mikroskopun bilirdik ki, əsas gövdəsi onun ştativi adlanırdı. Əsas gövdəsi mikroskopun ştativi adlanırdı. Okulyar yuxarıda yerləşən hissəsi idi ki, okulus göz demək idi. Tubosun aşağı hissəsində obyektiv, obyektum əşya demək idi. Bir neçə böyüdücü şüşədən təşkil olunmuşdu. Tubos sözünün mənası baxış borusu idi və tubosun yuxarı hissəsində isə biz bilirdik ki, nə yerləşir? Okulyar yerləşirdi. Okulus göz demək idi. Burada da yadımıza salmaq istəyirəm ki, mikroskopun böyütmə dərəcəsini tapmaq üçün bir dəqiqə, mikroskopun böyütmə dərəcəsini tapmaq üçün okulyarın üzərindəki rəqəmi biz nə edirdik? Mikroskopun böyütmə dərəcəsini tapmaq üçün okulyarın üzərindəki rəqəmə obyektivə vururduq. Və yaxud da başqa cür düsturumuz mikroskopun böyütmə dərəcəsi bərabərdir. Cismin görünən ölçüsü, yəni mikroskopda görünən ölçüsünü bölürdük cismin həqiqi ölçüsünə. Bu qədər mikroskopun quruluşu haqqında. Keçək əsas mövzumuza. Biz bilirdik ki, bitkilər aləmini iki yarım aləmə bölünür. İbtidai bitkilər aləmi, bir də ali bitkilər yarım aləmi. İbtidai bitkilərə yosunlar aid edilir. Onlar su bitkiləridir və ali bitkilər üzrə isə iki qrupa bölünürdü. Ali sporlu bitkilərə və ali toxumlu bitkilərə. Ali sporlu bitkilərə mamırlar, qıcıkimlər, ali toxumlu bitkilərə isə örtülü toxumlar və çılpaq toxumlu bitkilər aiddir. Ümumiyyətlə, bitkilər aləminin də digər aləmlərdə olduğu kimi bir hüceyrəli və çox hüceyrəli nümayəndələri var. Məhz ibtidai bitkilərin bir hüceyrəli və çox hüceyrəli nümayəndələri var. Məsəl üçün, biz yosunlardan bir hüceyrəli nümayəndələrinə xlorellanı, xlamida monadanı misal göstərə bilərik. Bunların gəlin quruluşu haqqında baxaq. Öncə şəkildə fərqlərini bilməliyik. Məsəl üçün, sual düşür ki, xlamida monada yosunu xlorelladan nəyə görə fərqlənir? Deyirik ki, xlamida monada yosunun hüceyrəsi armud şəkilli olub, 2 ədəd qamçısı, 2 ədəd yığılıb açılan vakolu və 1 ədəd qırmızı göçük vardır. Lakin bunlar xlorellada yoxdur. Vakol hər ikisində var.
Xromatofor hər ikisində var, nüvə hər ikisində var və biz bilirik ki, istənilən bir bunların da hüceyrəsi nüvədən, sitoplazmadan və qılafdan təşkil olunmuşdur. Xromatofor sözünün mənası nə demək idi? Rəng daşıyan deməkdir. Yadınızda qalsın, yalnız ibtidai bitkilərdə yosunların hər birində, həm bir hüceyrəli, həm də çox hüceyrəli nümayəndələrində xromatofordur. Fotosintezi həyata keçirən orqanoid xromatofordur. Məhz o xromatoforda da bilirik ki, xlorofil pigmenti yerləşir. Xlorella yonsunda kürəş şəkilli olubdur və xlorella yonsunu həm quru mühitdə, həm də şirin sularda yaşayır. Ümumiyyətlə desək ki, su bitkiləri, ibtidai bitkilər yalnız suda yaşayır. Bu fikir yanlış olar. Onlar həm suda, həm də nəmli torpaqlarda yaşayan nümayəndələri vardır ki, məsəl üçün plevrokoq yonsununu misal göstərə bilərik. Burada da suyun çirklənməsini göstərib ki, yaşıl kürəciklər suda əmələ gətirir ki, buna səbəb isə xlamida monada və xlorella yonsununu misal göstərmək olar ki, onlar kütləvi şəkildə çoxalırlar. Bəzən də paltarlı yonsun da adlandırılırdı, xlamida monada yonsunu. Və biz bilirik ki, ibtidai bitkilərdə heç bir vegetativ, heç bir generativ orqan yoxdur. Çünki onlarda toxuma və orqanlar formalaşmamışdır. Bədəni tallum şəklindədir. Hüceyrələri birləşərək tallumu əmələ gətirmişdir. Və bunlardan bir hüceyrəli yaşıl yonsunların xlamida monadanın çoxalması haqqında məlumat vermək istəyirəm. Həm qeyri-cinsi yolla, həm də cinsi yolla çoxalır. Qeyri-cinsi yolla çoxalması əlverişli şəraitdə, şəkildə də verilib. Bunları diqqət yetirməliyik şəkillərə. Bir ana hüceyrə daxilində mitoz yolla bölünərək 4 və 8 ədəddə bəzən zoosporlar əmələ gətirir. Zoospor sözünün mənası nə deməkdir? Zoo heyvan, spor səpin, toxum deməkdir. Həmən bu zoosporlar isə suya düşərək yeni müstəqil xlamida monada yonsununa başlanğıc verir. Və yadınızda qalsın ki, xlamida monada yonsununun zoosporları içi qamçılıdır. Biz indi keçəcəyik Loctrix yonsunu. Loctrix yonsunun zoosporları 4 qamçılı, xlamida monada yonsunun zoosporları içi qamçılıdır. Deməli, qeyri-cinsi yolla çoxalan zaman zoosporlar hesabına çoxalır. Bir qayda olaraq da xlamida monada çoxalmamışdan öncə dayanır, qamçısını itirir, hərəkətsizləşir. Daha sonra çoxalmağa başlayır. Və xlamida monada yonsunun 2 ədəd qamçısı olduğuna görə aktiv hərəkət etmək qabiliyyətinə malikdir. Yəni su bitkiləri olan yonsunlarda biz hərəkət orqanoid olan qamçıya rast gəlirik ki, həmin qamçılar vasitəsilə xlamida monada yonsunu aktiv hərəkət edir. Cinsi yolla çoxalması isə əlverişsiz şəraitdə, su məsəl üçün temperatur aşağı düşdükdə, su quruduqda əlverişsiz şəraitdə cinsi yolla çoxalır. Cinsi yolla necə baş verir? Xlamida monada yonsununda ana hüceyrə daxilində diqqətli olaq, mitoz yolla bölünərək çoxlu qametlər əmələ gətirir. Hansı yolla? Mitoz yolla. Bax, biz əvvəldən də keçmişdik ki, bitkilərdə qametlər həm mitoz yolla, həm də meyoz yolla əmələ gələr. Məhz mitoz yolla qametlər əmələ gətirən bitkilərdən biri də ibtidai bitkilərdir. Qametləri mitoz yolla əmələ gəlir ana bitki daxilində və qametləri eyni ölçülü olub, həm yumurta hüceyrələri, həm spermatozoidləri eyni ölçüdə olubdur və qamçılıdır. 2 ədəd qamçısı var. Hər yumurta hüceyrənin və yaxud da spermatozoidin hər qametin 2 qamçısı vardır. Və bunlar suya düşərək ayrı bir xlamida monadanın yumurta hüceyrəsi digər xlamida monadanın spermatozoid ilə suda birləşərək nə əmələ gətirir? Zigot əmələ gətirir. Zigot sözünün mənası da bilirsiniz ki, birləşən cütlük deməkdir. Həmin zigot əlverişsiz şəraiti, yəni qışı zigot vəziyyətində keçirir və zigot yazda yenidən nə baş verir? Zigot yazda meyoz yolla bölünərək diqqətli olun, 4 ədəd yeni zoosporlar əmələ gəlir. Həmən bu zoosporlardan isə yeni xlamida monada yonsunu başlanğıc götürür. Deməli, bax, burada əsas diqqət yetirək.
Qametlər hansı yolla yarandı? Mitoz yolla. Hər bir qamet neçə qamçılıdır? 2 qamçılı. Zigot hansı vəziyyətdə keçirir? Qışı hansı vəziyyətdə keçirir? Zigot vəziyyətində. Zigot hansı yolla bölündü? Meyoz yolla. Meyoz yolla bir ziqotda neçə dənə zoosporlar əmələ gəldi? 4 ədəd zoospor. Hər bir zoosporda yeni xlamida monada yosununa başlanğıc verdi və hər bir zoosporun neçə qamçılıdır? 2 qamçılıdır. Diqqətli olun. Yəni meyoz bölünmə bu şəkildə, bax bu hissədə yalnız 4 rəqəmində baş vermiş olur və burada daha aydın verib ki, bax bu 4 rəqəmi ilə meyoz bölünmə baş verir. Qışı zigot vəziyyətində keçirir. Bu 5 zoosporlardır. Bir ziqotdan neçə zoospor yarandı? 4 ədəd zoospor. Bir ziqot neçə qametin birləşməsindən əmələ gəldi? 2 qametin birləşməsindən. Hər qametdə neçə qamçı var? 2 ədəd qamçı. Nəyə görə bunları deyirəm? Çünki bizə testlərə çox vacibdir. Və qeyri-cinsi çoxalması da zoosporlar vasitəsilə həyata keçir. Xlorella yonsunu isə yalnız qeyri-cinsi yolla zoosporlar vasitəsilə çoxalır və qeyri-cinsi yolla çoxalması xlamida monodanın minimum 4, maksimum 8 ədəd zoosporlar əmələ gəlir. Hansı yolla? Mitoz yolla. Deməli, meyoz yolla yetkin bitkinin, yəni bu xlamida monoda yonsunun yetkin bitkisi hansı xromosom dəstinə malikdir? Haploid xromosom dəstinə malikdir. Niyə? Çünki onun zoosporları meyoz yolla əmələ gəldi. N-dən N əmələ gələr də, düzdürmü? N-dən digəri əmələ gəlməz. Bu da xlamida monada yonsunu haqqında. Keçək çoxhüceyrəli yaşıl yonsunlar. Çoxhüceyrəli yaşıl yonsunlara Uloctyrix'i, Spirogyranı, Ulvanı misal göstərə bilərik. Bugün əsasən indi danışdığımız dərsdə çoxhüceyrəli yaşıl yonsunlar haqqında məlumat verəcəm. Uloctyrix yonsunu haqqında. Uloctyrix'i yonsunu tallomu sap şəkillidir. Sap şəkilli, çoxlu şəkildə hüceyrələrdən təşkil olunmuşdur. Hər bir hüceyrədə olduğu kimi onun da hüceyrəsi qılafdan, sitoplazmadan, nüvədən və əlavə olaraq da qapanmayan halqa şəkilli xromatoforu vardır. Biz dedik ki, xlamida monada yonsununda xromatofor kasa şəkillidir. Uloctyrix yonsununda isə qapanmayan halqa şəkillidir. Testlərə düşür. Lakin Uloctyrix yonsunun sonuncu hüceyrəsi, burada da qeyd olunub, sonuncu hüceyrəsi şəffafdır, xromatoforu yoxdur, nüvəsi yoxdur, yalnız sualtı əşyalara yapışmağa xidmət edir və Uloctyrix yonsunu bentoz canlılara aid edilir. Təbii ki, avtotrof yolla qidalanır. Çoxalması həm cinsi yolla, həm də qeyri-cinsi yolla çoxalması baş verirdi. Diqqətli olun. Əgər Uloctyrix yonsununda 15 ədəd hüceyrədən təşkil olunmuşdursa, bu tallom ümumilikdə sap şəkilli tallomu 15 ədəd hüceyrədən təşkil olunmuşdursa, bu hüceyrənin biri yalnız yapışmağa xidmət edir, 14 ədədi isə həm fotosintez həyata keçirir, həm də çoxalmada iştirak edir. Bax, diqqətli olaq. Bizə həmişə bu tipli suallar düşür, hətta MİQ imtahanına da düşmüşdü. Deməli, əgər Uloctyrix yonsunun hüceyrəsi, tallomu, sap şəkilli tallomu, məsəl üçün 20 hüceyrədən təşkil olunub. Bu hüceyrənin biri yalnız yapışmağa xidmət edir, rəngsizdir, düzdür. 19 ədədində isə həm nüvəsi var, həm xromatoforu var, yəni həm fotosintez həyata keçirir, həm də çoxalmanı həyata keçirmiş olur. Digər çoxhüceyrəli yaşıl yonsunların nümayəndəsi olan Spirogyradır ki, Spirogyirada diqqətli olaq, plankton sap şəkilli yonsundur. Yəni suyun axını vasitəsilə suda hərəkət edir, planktondur, pambığa bənzər yaşıl topalar əmələ gətirir. Spirogyranın xromatoforu lent şəkillidir. Özü sap şəkillidir, amma onun, yenə deyirəm, xromatoforu lent şəkillidir. Qılafdan, sitoplazmadan, xromatofordan, nüvədən, vakuldan təşkil olunmuşdur.
Həmin bu stoplazmada dedik ki, nə var? Nüvə yerləşir və stoplazmada nüvə vasitəsilə də nə edir? Çoxalır. Çünki xromosomlar harda yerləşirdi? Nüvədə. Nəyə görə bunu dedim? Çünki Sprogira yonsunda cinsi çoxalması konjugasiya yolu ilə baş verir ki, həmin o nüvə, hüceyrədə olan nüvələrin mühtəviyyatı bir-biri ilə birləşərək yeni bir zigot yaratmış olur. Digər çox hüceyrəli yaşıl yosunlara isə ulvanı misal göstərmək olar ki, ulvada Xəzər dənizində geniş yayılmışdır, tallomu lövhə şəkillidir. Çoxalması da yeni cinsi və qeyri-cinsi yolla çoxalır. Deməli, burada diqqət yetirmək olan isə çox hüceyrəli yaşıl yosunların bədənləri, yəni tallomu sap şəkilli, lövhə şəkilli və digər formalarda ola bilər və onların tallomu da tallus cücərti deməkdir. Sap şəkilli olan, suyun diblərinə yapışan uloktriksi deyə bilərik. Sap şəkilli Sprogira yonsunu isə sərbəst pasiv üzən deyə bilərik. Ulva isə ulvada tallon lövhə şəkillidir. Çoxalması haqqında çox hüceyrəli yaşıl yosunlar dedik ki, qeyri-cinsi və cinsi yolladır. Əlverişli şəraitdə qeyri-cinsi, əlverişsiz şəraitdə cinsi yolla çoxalması. Bu şəkilə diqqət yetirək. Qeyri-cinsi çoxalması zamanı uloktriksin deməli hüceyrəsində mitoz yolla bölünərək zoosporlar əmələ gəlir. Həmin bu zoosporlarda məhz mitoz yolla əmələ gəlir. Minimum 2, 4, 8 zoosporlar əmələ gətirir. Hər bir zoosporda dedik ki, neçə qamçılıdır? 4 ədəd qamçıya malikdir. Xlamida monadadan fərqli olaraq zoosporları 4 qamçılıdır. Cinsi çoxalması isə əlverişli şəraitdə baş verir. Dedik ki, qametlər əmələ gəlir. Hansı yolla? Mitoz yolla. Yəni yadınızda qalsın, uloktriksdə də, xlamidamonada da özü öz qameti ilə mayalanmır. Başqa bir uloktriks yonsunun qameti ilə mayalanır. Yəni özünün yumurta hüceyrəsi başqa bir uloktriks yonsunun spermatozoid ilə mayalanır. Ona diqqət yetirək. Qametləri mitoz yolla əmələ gəlir, içi qamçılıdır. Qametləri bir-biri ilə birləşərək zigot əmələ gətirir. Zigot yenə 3 rəqəmi ilə göstərilib, qışı pasiv vəziyyətdə zigot vəziyyətində keçirir. Yazda isə zigot, bir zigot bölünərək 4 ədəd qamçısız spor əmələ gətirir. Və hansı yolla bölünür zigotu? Meyoz yolla. Bayaq dedik ki, əlaqələndirib deyirəm ki, yadımızda qalsın. Xlamidamonada yonsunun da zigotu meyoz yolla bölünərək 4 ədəd zoosporlar əmələ gətirmişdir. Məhz uloktriks yonsunun da zigotu meyoz yolla bölünərək 4 ədəd qamçısız spor əmələ gətirdi. Hər bir qamçısız spordan isə yeni uloktriks sapı inkişaf etmiş oldu. Yəni bir zigotdan 4 ədəd qamçısız spor, 4 ədəd qamçısız spordan isə yeni bir uloktriks sapı əmələ gəlmiş oldu. Və Sprogira yonsunu haqqında deyək. Sprogira yonsunda da cinsi çoxalması konjugasiya adlanır. Konjugasiya birləşmə deməkdir. İki yonsunun tallomu bir-biri ilə yaxınlaşaraq onların nüvələri bir-biri ilə birləşir. Yəni hüceyrə mühtəviyyatı qarışır. Hüceyrə mühtəviyyatı qarışdıqda nüvələri bir-biri ilə birləşərək zigot əmələ gətirir. Bax, nüvələrinin birləşməsi nəticəsində qamet demirəm. Nüvələrinin birləşməsi nəticəsində zigot yaranır. Zigotdan isə yenə qamçısız 4 ədəd spor əmələ gəlir. Həmin bu 4 ədəd qamçısız spordan biri əmələ gəlir, yetkin bitkiyə başlanğıc verir, 3-ü isə məhv olur. Bu məlumat 9-cu sinif dərsində verilib, demişəm orada da. Deməli, Sprogira yonsunun bir zigotundan bir dənə yeni Sprogira sapı inkişaf edir. 3-ü isə məhv olur. Amma yenə uloktriksdə kimi deyirik ki, bir zigotdan 4 dənə spor əmələ gəlir. Həmin bunun 3-ü məhv olur. Biri isə yeni sapa başlanğıc vermiş olur. Bu da çox hüceyrəli yaşıl yonsunlar haqqında. Davam edirik qonur qırmızı yosunlar haqqında. Bax, ümumiyyətlə yosunlar bir qayda olaraq yadınızda qalsın ki, qonur və qırmızı yosunlar dənizlər və okeanlarda daha çox yaşayır və hətta onlar çətinliklərə, canlı maneələrə səbəb olur ki, və biz də
Qonur və qırmızı yosunların bədəni tallom şəkillidir. Bunların tallomları da sap şəkilli, kürə şəkilli, lövhə şəkilli ola bilər. Bayaq nə dedik çoxhüceyrəli yaşıl yosunlarda? Tallomları dedik ki, sap şəkilli, lövhə şəkilli, lakin qonur və qırmızı yosunlarda da həm sap, həm kürə şəkilli, həm də lövhə şəkilli talloma rast gəlmiş olarıq. Və bunların bəziləri hətta mikroskopik ölçüdən nəhəng ölçüyə qədər nümayəndələri vardır. Yəni bu ibtidai bitkilər olan qonur və qırmızı yosunlar mikroskopik ölçülərdə olan nümayəndələri var. Hətta nəhəng ölçüyə də malik olan nümayəndələri vardır. Və bunlarda rizoidlər vardır. Rizokök, eidos bənzər deməkdir ki, rizoidlərin vasitəsilə sualtı əşyalara yapışırlar. Yadınızda qalsın, bunların rizoidləri su və suda həll olmuş mineral maddələri sormaq qabiliyyətinə malik deyil. Yalnız yapışmaq funksiyasını yerinə yetirir. İndi biz ali bitkilərdən, ali sporlu bitkilərdə rizoidləri olanları deyəcək. Orada da su və suda həll olmuş mineral maddələri sorur. Amma qonur və qırmızı yosunları rizoidləri yalnız yapışmağa xidmət edir. Təbii ki, bunlar da avtotrof yolla qidalanırlar. Və qonur yosunların tallomunda müxtəlif rəngli pigmentlər var. Bu pigmentlər hansılardır? Ən birinci yaşıl pigment var. Yəni xlorofil pigmenti. Yaşıl var, qonur var, sarı var, narıncı pigmentlər vardır. Və bunları diqqət yetirək. Burada şəkildə baxmadıq. Məsəl üçün qonur yosunlara hansılara aiddir? Makrosistis, lamnaria ən geniş yayılmış, bir də fuksdur. Diqqətli olun ha, fukus. Əgər fikis yazılsa, fikus daha doğrusu yazılsa, bu çiçəkli bitkidir. Özdə rütbət sevən bitkidir. Amma bizə məsəl üçün fikusdur, bunun daha doğrusu adı örtülü toxumlu bitkilərin nümayəndəsidir. Amma fukus u ilə yazılsa, bu nədir? Qonur yosunlara aiddir. Makrosistis, lamnaria, fuksu misal göstərə bilərik. Budaklanan da hansıdır? Fuksu deyə bilərik. Digər ən geniş yayılmış nümayəndəsi lamnariyadır. Rizoidləri var. Başqa bir adı da dəniz kələmi adlanırdı. Deməli bunlarda hansı pigmentlər var? Sarı, narıncı, qonur və yaşıl. Bəzən testlərə düşür ki, yaşıl olmayan bitkilər də fotosintez həyata keçirə bilir. Bəli, bu fikir doğrudur. Məsəl üçün, qonur yosunlar, qırmızı yosunlar yaşıl olmasına baxmayaraq, onlar fotosintezi həyata keçirə bilirlər. Və onlara xlorofil pigmenti yaşıl rəng olduğuna görə fotosintez keçir. Amma xarici görünüşcə onlar qonur və qırmızı rəngdə olurlar. Digər qırmızı yosunlardır ki, onlar daha dərin qatlarda yerləşir. Bunlarda da qırmızı, göy və yaşıl pigment vardır. Porfira yonsunu ən geniş yayılmış nümayəndələridir. 200 metrdən artıq dərinlikdə yaşayırlar. Qırmızı yonsunlara da biz bentos orqanizm kimi baxa bilərik. Ümumiyyətlə yerləşməsinə görə birinci yaşıl yonsunlar, daha sonra qonur, ən dibdə isə qırmızı qonur yonsunlar yerləşmiş olar. Və təbiətdə və insan həyatında yosunların təbii ki, əhəmiyyəti çoxdur. Bunlar aqar-aqar maddəsinin alınmasında, mikrobiologiyada, daha sonra ən çox testlərə bizə düşür. Diqqət yetirək bu hissələrə. Bax, lamnaria yosununda sarlıq, raxitlik xəstəliklərinin müalicəsində istifadə olunur və saniyədə isə aqar-aqar maddəsinin alınmasında geniş istifadə olunur. Burada elə fikirlərə baxsaq, qırmızı yosunlarda xlorofil olmur, yanlışdır var. Xlorofil suda həll olmuş oksigenden istifadə edir, bəli, tənəffüs zamanı düzdür. Sprogiranın xromatoforu kəsaj şəkillidir, xeyr. Sprogiranın xromatoforu lent şəkillidir. Kəsaj şəkilli olan xlamidamonadadır. Lamnariyadan qida kimi istifadə olunur, bəli, lamnariyadan da hətta bildiyimə görə porfira yosunundan da insanlar qida kimi neylər istifadə olunur. Bundan başqa yod alınır, kalium duzları alınır, selüloza, spirt, sirkə turşusu kimi bir çox məhsullar da alınır. Əsasən sarlıq və raxitlik xəstəliklərinin müalicəsində istifadə olunur. Ən vacib olanı deyim ki, bu qırmızı və qonur yosunların hər ikisində nəsil növbələşməsi var. Nəsil növbələşməsi var və biz lamnaria yosununun çoxalması haqqında
Lamnariya yonsunun çoxalması haqqında dərslikdə verilməyibdir, amma bir qayda olaraq həm qırmızı, həm qonur yonsunlarda nəsil növbələşməsi var. Bunu bir qayda olaraq yadımızda saxlayaq. Məsəl üçün qonur yonsunların yetkin fərdi saprofit nəsildir. Yəni diploid xromosom dəstinə malikdir. Həmin o qonur yonsunların tablomunda sporangilər var. Sporangilərin içərisində meyoz yolla çoxlu sporlar əmələ gəlir. Həmin bu zoosporlardan zoosporlar suya tökülür və həmin zoosporlardan isə dişi və erkək cücərtilər əmələ gəlir. Və dişi cücərtilərdə yerləşir arxegoni, erkək cücərtidə isə anteridi yerləşir. Arxegonidə yumurta hüceyrə, anterididə isə spermatozoid əmələ gəlir və bunlar birləşərək spermatozoid və yumurta hüceyrə bir-birlə birləşərək mayalanma baş verir. Mayalanmadan zigot əmələ gəlir. Yadınızda qalsın ki, lamnariyada, məsəl üçün yonsullar lamnariyada oogamiya tipli qametin növünə malikdir. Oogamiya nə idi? Onlar müxtəlif ölçülü, oxşar quruluşdu, amma müxtəlif ölçülü idi. Güvən vəsaitində bunun çoxalması verilib. Lamnariya bitkisinin baxarsınız orada oogamiya tiplidir qonur yonsunlarda. Amma xlamidamonada da uloctrixdə izogamiya tipli idi. Çünki qametləri oxşar quruluşda idi və biz birindən yumurta hüceyrədən spermatozoidlər bir-birindən seçilmirdi. Oxşar quruluşlu və qamçıya malik olmuşdu. Yadınızda qalsın ki, ibtidai bitkilərdə erkək qametlər spermatozoidlərdir, mamırlarda, qıcıkimlərdə spermatozoidlərdir, amma çılpaq toxumlu və örtülü toxumlu bitkilərdə erkək qametlər spermi adlanır. Bu qədər və qırmızı yonsunlara da Porfiradır, Filofloradır, Rodminiyanı misal göstərə bilərik. Qonur yonsunlardan Fucus budaqlanırdı, qırmızı yonsunlardan isə Filofloranı misal göstərə bilərik.